Qaqaş mən daha xurma yeyirəm. Uşaqlar, xurma qurusunun faydaları çoxdur. Ümumiyyətlə fikir vermişsinizsə, Ramazan ayında bu xurma insana daha dadlı gəlir. Bilmirəm nəyin əlaqədardır. Onu qaqanın qaqası ilə müzakirə eləmişdik. Özü baxacaq biləcək, mənim köhnə iş yoldaşım, dostum. Belə deyək, bu xurmanın faydaları barədə bir neçə məlumat çatdırmaq istəyirəm sizə. Məsələn, birinci növbədə liflərlə zəngindir. İkinci növbədə ürək qan damar sisteminə xeyirdir. Üçüncüsü insanı tox saxlayır, təbii şəkərdir. Məsələn, qəbizliyi aradan qaldırır dedim. Yəni mədə bağırsağı belə deyək, yumşaldır. İndi faydaları çoxdur. Məsələn, enerji verir. Məşqdən əvvəl yemək insana qəşəng enerji verir. Amma bir nüansı nəzərinizə çatdırmalıyam. Şəkər xəstəsizsə, bundan çox yemək olmaz. Yəni mütləq şəkildə normasında qədərində yemək lazımdır. Matı.